Məğlubiyyətin əsas səbəbi olmasa da səbəblərindən biri ola bilər. Amma bugün Kəpəz tam heyətlə, əsas heyətlə Neftçiyə qarşı mübarizə aparacaq. Elə Neftçidə də hər hansı bir ciddi problem heyətlə bağlı yoxdur. Odur ki, gözləyirik, ümid edirik ki, hər iki komanda, hər iki klubun futbolçuları bizə olduqca maraqlı, gözəl bir maç göstərəcəklər və biz bugünkü futboldan, bugünkü 90 dəqiqədən həzz alacaq. Görüşün baş hakimi Rauf Cabbarovdur. Onun köməkçiləri Nahid Əliyev, Rahil Ramazanovdur. Ehtiyat hakim isə Əliyar Ağayevdir. Komandaların heyətlərlə tanış olaq. Başlayırıq Neftçidən. Qapıda Maksim Vaylo, nömrə 53. 6 Pavel Dreksa, 7 Namiq Ələsgərov, 8 Danek Folbrecht, 11 Ignacio Herrera, 12 Daniel Segovia, 15 Ruslan Abışov komandanın kapitanı, 23 Tərzin Cahangirov, 25 Kiril Petrov, 27 Məqsəd İsayev, 29 Georgi Navalovski komandanın baş məşqçisi Elxan Abdullayevdir. Bir daha hakimlər briqadası bizə təqdim olunur. Baş hakim Rauf Cabbarovdur. Köməkçiləri Nahid Əliyev, Rahil Ramazanov, ehtiyat hakim Əliyar Ağayev. AFFA nümayəndəsi bu oyunda Sakin Məmmədzadədir. Hakim inspektorsa Füzuli Nəcəfovdur. Kəpəzin start heyəti qapıda 30 Davud Kərimi, 5 Kərim Diniyev, 10 Dario Federico Junior, 13 Şəhriyar Rəhimov, 17 Nicat Qurbanov, 18 Tural Axundov komandanın kapitanı, 19 Orxan Əliyev, 21 Novruz Məmmədov, 25 Şəhriyar Əliyev, 36 Renan Da Silva, 90 Julien Eba. Budur, maç başlandı, amma burada bir maraqlı hadisə baş verdi. Maç başlanmamış, artıq Dario Federico Junior mərkəz xəttini keçmişdi. Halbuki Julien Eba topu oyuna heç daxil etməmişdi. Qalib gəlsə bunu bacaracaq. Yəni bütün tənqidlərə son qoya bilər və ilk təhlükəli hücum da məhz Kəpəzdən gəldi. Neftçi ilə görüşdə artıq özünə gözəl bir hədiyyə etmiş ola bilərdi. Onunla sıx oynamağa çalışar. Neftçinin hücumu solcuna Navalovski cərmə meydançasına ötürmə edildi. Qapıya zərbə, Segovia idi bu səhv etmirəmsə. Top qapının üstündən keçir. Tərzin Cahangirov top istəyir. Top ona göndərilmir. Sol cinaha top göndərildi. Qapıya zərbə olacaqmı? Və burada Neftçi futbolçusu cərmə meydançasında yerə yıxılır. Bu Neftçinin bundan əvvəlki bir qədər həmin hücumdan əvvəlki epizodu idi və burada Tural Axundov Folbrechtin ayağına sərilir və çərçivəsində bu baş verər. Ona görə də qapıçılar çalışırlar ki, nə olursa olsun 90 dəqiqə ərzində top bir dəfə də olsun oyun durduğu davam edir, qapıdan keçməsi. Qapıya zərbə indirilir və inanılmaz bir vəziyyətdə Kəpəzində hesabı aça bilmədi. Bir daha izləyirik Nicat Qurbanovdan gözəl hərəkətlər. 2 halda rəqibini çox gözəl Navalovskini aldatdı. Ötürməsini də etdi. Daha doğrusu bu ötürmə də deyildi. Çünki Vaylo mənə gəlir ki, bu hər halda zərbə idi. Vaylo bu zərbəni qaytarır. Orxan Əliyev isə inanılmaz bir vəziyyətdən bu zərbədən sonra topu qapıdan keçən növbə deyil. Qapıya uzaq məsafədən zərbə Davud Kərimi. Burada artıq Pavel Dreksanı keçmişdi, amma Dreksa qaydanı sadəcə pozaraq onun qarşısını ala bildi. Epizoda elə gətirdi ki, məhz bu topa Namiq Ələsgərov çıxdı. Qapıya zərbə, uzaq küncü nişan almışdı. Həqiqətən də adına layiq bir oyun biz izləyə biləcəyik. Qapıya zərbə indirilir. Şəhriyar Rəhimov idi bu hücuma dəstək verən cinah müdafiəçisi gəlib. Şəhriyar Rəhimov burada topa çatır, amma topu ala bilmir. Qapıya zərbə indirilir və bu etiraf edək ki, Neftçinin birinci hissədə ən təhlükəli vəziyyəti idi. Yəni ki, oyun bərpa olunan kimi elə birinci hissənin sonu elan olunacaq. Yox, Rauf Cabbarov çox gözləmədi, elə indi fitini səsləndirdi. Biz də gəlin, bax, birinci hissənin sonlarına yaxın Neftçinin yaratdığı bu hücumunu izləyək. Yenidən Neftçidə qalır. Uzun bir ötürmə, oynakar vəziyyət yoxdur. Segovia, yoxsa bu Cavdi Maverdiyevdir. İndi az qalan Neftçi komandasının edə bilmədiyini Kəpəz özü edəcəkdi. Bu Şəhriyar Əliyevdir. Biz isə bir qədər əvvəlki epizoda bir daha gəlin nəzər salaq. Burada Cavdi Manverdiyev
Dario Federico Junior birinci hissədə, xatırlayırsınızsa, bax bu cür gözəl reydi var idi. İndi də deyəsən onun davamını gətirmək istəyir. İrəliyir. Dario Federico Junior qapıya zərbə vura bilər. Zərbəsini indirir yerlə. Top qapıdan aralı keçdi. İlk qərar verdim. Ləngi onlar arasında söhbətin ümumi mövzusu məhz bu idi. Cərimə meydancasında da alıcı hərəkətlər. Çilli futbolçu topu özündə saxlayır, amma sonda itirir, düzdür, komanda yoldaşları. Onun köməyinə gəldilər və indi qapıya zərbə indirilir. Davud Kərimi topu qaytardı. Qurbanov nə edəcək? Ronaldo sağa bir gözəl hərəkət, amma effektli alındı. Qurbanov irəliyir. Ötürməsi Eba'ya. Eba, Qurbanov qapıya zərbə və inanılmaz bir hücum idi bu. Bir daha izləyirik. Birə-bir mübarizələrdə Kəpəzin futbolçuları üstəliyirlər Neftçinin müdafiəçilərini. Qəbul etməyə hazır idi, amma Folbrecht'in ötürməsi yaxşı alınmadı. Navalovski ilə hücum davam edəcək. Neftçi hücumda da solcularla bu hücum təşkil edilir. Yerlə ötürməyə, qapıya zərbə olacaq mı? Vargas qapıya zərbə indirildi və top qapıdan keçmədi. Top qapıdan keçmədi, oyun davam edir. Vargas'a topu bir xeyli çərçivədən aralı vurdu. Bir daha izləyirik və bu rakurslarından baxaq. Top qapı xəttini keçdimi? Renan da Silva'ya dəyən top və sonda Şəhriyar Rəhimov kapitan sarısı yeri gəlmişdi, ona keçdi. Oynakar vəziyyət yoxdur. Eba Vaylo'nun üzrə qalıb. Eba'nın zərbəsi! Vaylo! Afərin Maksim Vaylo! Eba'nın bu zərbəsini izləyək və Vaylo'nun bu gözəl qutarışı. Çox qüvvətli bir zərbə idi. Beləcə top tərəflərdən birinə və digərinə keçirdi. Amma indi topu qazandı. Neftçi qapıya zərbə indirilir. Cavid İmanverdiyev. Bu qərar nədən xəbər verir? Şahin Diniyev bir xalla kifayətlənəcəkmi? Serjinho. Komandalar sülhə razılaşmasalar da, amma oyun məhz heç-heçə başa çatacaq. Belə olacaqmı? İnanılmaz bir reaksiya Davud Kərimidən. Davud Kərimi inanılmaz bir reaksiya göstərdi. Renan da Silva burada topa çox uğursuz bir toxunuş edir və Davud Kərimi yıxılaraq sağ əli ilə topu qaytara bilir. Əlavə olan dəqiqə də artıq başa çatır. Bəlkə də bu son hücumdur. Neftçi futbolçuları çox çalışırlar, amma bugün alınmadı. Neftçi Kəpəz maçı bitir. Oyunun yekun nəticəsi 0-0.